Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaikil ecma'in. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebil Qasimi Muhammed ve alihi teyyibine tahir ve lanetullahi ala a'daihim ecma'in minel ana ila yevmiddin. Amma ba'd. فقال الحكيم في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون. Usikum ibadallah ve nefsi tekvallah ve nazm emrikum. İnşallah hem sizi hem özümü davetlere ilahi tekvaya ve nazm nizamımız olsun. İnsanın Allah'a çatmaqlığı üçün və əməllərimizin qəbul olmalığı üçün ölçü vahidi təqvadır. Bugünkü bəhsim inşallah kamil mümin insanın sifətləri. Bu Qur'an-ı Kərimdə ki, mümin necə olar? Rivayətdə çox gəlib. Bəzi rivayətdə var müminin 8 xüsusiyyəti olar, bəzi rivayətdə var 5 xüsusiyyəti olar. Amma Qur'anda da çox ayə gəlib, mümin necə olar? Onun için de bir 3 ayə, təqribən də çox vaxtımız yoxdur, cümə gündür 3 ayə oxuyacağım, amma mümin necə olar? Müminin xüsusiyyəti nədir? Axı, məsələn, bizlə kafirin zahirdə fərqimiz yoxdur. Onun gözü, onun ayağı, bizim gözümüz, bizim əlimiz, bizim ayağımız. Yəni, o da insan formasında da, biz də insan formasında yox. Əməl qəlbimizdədir, fərqimiz qəlbimizdədir. Mümin qəlbi ilə, əməli ilə kafirdən nədir? Fərqlənir. Hala bu müminlərin də içərisində mərhəbədir. Allah basan Quran-ı Kərimdə buyurur ki, ya eyyuhəllezine amanu aminu. Ey iman gətirinlər, bir də iman gətirin. Müminin də məqamları, dərəcələri cürdür. Hala Quran-ı Kərimdə bir neçə ayə inşallah məhzər zərz edib və çalışağında və bu ayədə deyilənlərdən olaq. Ən gözəl də budur. Məsələn, biz burada mən niyə muizə eləyirəm və siz niyə məsələn cümləyə gəlib siz muizəyə qulaq asırsınız? Məqsəd, yəni o ilahi kamala çatmaqdır. Məqsəd kamala çatmaq. Birdən o kamallardan da bizdə olmasa dərhal naümid olmayaq. Ki, mən dinsizəm, nəuzubillah, ya mümin deyirəm. Yox, sadəcə bir kamal ki, məsələn, məndə yoxdur, yavaş-yavaş o kamalı nədir? Özümdə pərvəriş verib, tərbiyələndirməliyəm, o yüksək kamala çatmalıyam. Allah buyurur, Ənfal surəsinin 2-ci ayəsində buyurur ki, İnnəməl mu'minunəl-ləzinə. Möminlər o şəxslərdir ki, İzə zükirəllah. Onların yanında Allahın adı çəkiləndə. Vücülət qulubuhum, bunların qəlbi titriyər. Allah bu titrənmə ya şoğdandır, məhəbbətdəndir ki, Allahın sözünü eşidir, Allahın adını eşidir. Zahirən Həzrət Əleyhisselamdan da çox əvəzsiz bir sözdür də. Heç kim də onu, alimlər buyurur ki, Həzrət Əlidən başqa heç kim o sözü deməyib, iddia eləməyib. Deyir ki, ilahi, məni cəhənnəmə atsın, mənim cəhənnəmdən qorxum yoxdur. Mənim qorxum buradadır ki, bir an sənin məhəbbətin mənim qəlbimdən çıxa bilər. Bu titrəyiş ya budur, ya xofən və ümidə ricaəndir. İnsan qorxur ki, Allah eləməsin nədir? Mən günahlar nəticəsində Allah'dan uzaq duran, ya ümidəndir, ümid daha yaxşıdır. Sevincindən ki, Allah'ın adını eşidəndən sonra sevincindən qəlbi titrəyir ki, inşallah tezliklə nədir? Allah'a qovuşacaq, mülaqat eləyəcək. Amma bir şeylər var ki, onlar yəni öz aramızda yaşayış tərzimizdən hiss olunur ki, biz nədir? Deyilənlərdən biraz uzaq. Məsələn, elə bir qəbirstanlıqda Yasin oxuyurlar, biz ya sigaret çəkirik, ya söhbət edilir, ya kənara çəkirik. Yasin da Allahın kəlamıdır da. Hiss olunur ki, o müminlik bizdə yoxdur. Çünki Allah deyir, Quran mənim adımı eşidəndə titriyənlər. Ya məsələn, adətən indi adət olub da, çox da gözəl adətdir. Toy başlayanda əvvəlində Quran oxuyurlar. Amma biri bəlkə də ürəyində Quran oxuyanı deyir, dayıcəkə də Quran vaxtıdır, qoy yiyib. Hələ məsələn, o həddə çatmayıb axır. Məsələn, ya məsələn, o Quran oxuyur, mən ondan bir şey soruşuram, o bundan bir şey soruşuram. Hansı ki, başqa bir ayda Allah təbarək hala buyurur ki, Quran oxuyanda susun. Bəlkə Allah sizə rəhm elədir. Baxırsan, məsələn, rəftarlarımız bundan düz gəlmir. Rəftarımız, Allah kəlamını eşidirik, amma ya yeyirik, ya söhbət edirik, ya məsələn, başqa bir işlərlə məşğuluq. Bu ayədən görsən, ayənin misdağı bizdə yoxdur.
Belki de ben deyərəm bu ondan irəli doğulu ayələrin mənasını bilmirik. Ama hər halda Allah sözü eşidiləndə Allah buyurur ki, möminlər Allah özü deyir. Möminlər odur ki, mənim adım eşidən onların qəlbi titriyər. Eşqdən, məhəbbətdən, sevincdən, ya qorxudan hər halda bir his onlara şamil olar ki, onların qəlbi titriyər. Sonra ikinci sıfatı budur ki, وَاِذَا تُلْيَتْ عَلَيْهِمْ آيَاتُهُ Ayələri eşidəndən sonra onu Quran ayələri زَادَتْهُمْ imana, imanları artar. Günü gündən nədir? Hər ayə eşidəndə imanlar artar. Onu mənim nəzərim bizə çox tövsiyə olunub ki, namazın tərcüməsini namazı bilin. O danışdığınızı bilin Allah'a nə deyir? Çox təkid olunub. Həm surəsinin tərcüməsini əzbərlənir. Niyə? Çünki onun tərcüməsini bir söz namazda diqqətçi cəlb edəcək o. Yəni namaza diqqətçi cəlb edəcək. Biləcəksin ki, mən kimdən nə? Bir var, əzbər bilsən, elhamdülillah, Rabbil aləmin. Bir var, amma mənasını bilsən ki, Allah'a nə deyirsən. O təbil sən diqqətin namazda daha çox olacaq və imanın da çox olacaq. Hər gün neçə dəfə həmd oxuyursan. Hər dəfədə biraz imanın nədir? Çoxalacaq. Hər dəfədə biraz nədir? Allah'a yaxın olacaq. Ondan elə iş bu cürdür də. Mömin. Dünəni bugünkü nəsbətən pisdir. Bugünü dünənindən yaxşıdır. O zahirən şeydə də bu ayə var da, Ayət-əl Kürsüdə. Möminlər, Allah təbarək və teala deyir ki, mən nədir? Yuxricunahum minəz-zulümati ilədir. Möminlər nurdan, zülmətdən çıxar, nura gələr. Mömin zülmətdə olmaz ki. Mömin nədir ki, zülmətdə olmaz ki, nura gəlsin. Amma ayə ilə bu cür deyir, mömin zülmətdən çıxar, nura gələr. Mənası budur ki, yəni möminin dünəni bugünə nisbətən zülmətdir. Niyə? Çünki bugün biraz da inkişaf eləyir. Allah biraz da gözəl dərk eləyir. İmanına biraz da nədir artır. Biz hər gün namazda eyni sözü deyirik. Amma eyni piləkəndə deyirik, eyni mərtəbədə deyirik. Bugün dediğimiz elhamdülillah Rabbil alemin'den dünən dediğimiz arasında yer qədər, göy qədər fərq var. Bugün daha çox Allah'ın nimetlərini dərk edirik, daha çox şükür eləmək istəyirik, daha çox o nimetlərin qədrini bilirik. Dünə nisbətən biraz da baxışımız həyata dəyişir, biraz da Allah'a yaxınlaşmamızı daha çox istəyirik. Onun için söz eynidir ama məqam eyni deyil. Deyiliş eyni olsa da düşünce təfəkkür eyni deyil. Onun için Allah buyurur ki, müminin ikinci sıfatı nədir? Onlar için ayə oxuyanda onların imanı artar. İmanı artar məqsəd nədir? Yəni Allah'a biraz da yaxın olur, Allah'a biraz da gözəl dərk edir. Onun için de sonra arxasıca buyurur ki, və alə Rabbihim yətəvəkkəlun və bu iman artmaq nəticəsində bunların Allah'a təvəkkülü çoxalar. Böyük alimlərdən biri nəql edirdi, deyirdi, əgər istəyirsinizsə, çox gözəl bir sözdür, amma bu təvəkkülün sadə formasını sizə deyirəm, deyir, əgər istəyirsinizsə, həyatda bütün Allah'tan istədikləriniz yerinə yetirilsin, onda hamıdan namid olun. Hamıdan namid olun. Hamıdan namid olsuz Allah sizin istəyirlərinizi yerinə yetirir. Niyə? Çünki bircə Allah'a bağlanacaqsınız. Ben bu sözü çox deyərəm, bil özüm də onun içərisində deyirəm. Məsələn, mənə biraz pul lazımdır, 2 rəkat hacət namazı qıllam ki, bu pul əlimə Allah təbarəkətə getirsin. Namazın ortasında fikirləşəm ki, namaz qılanırsın, kimdən borc alım? Namaz qılan Allah hacətini düzəlsin, o fikrim onun cibindədir ki, kimdən borc alım? Biz hələ bu halətdəyik, bundan çıxmalıyıq. Və alə Rabbihim yətəvəkkəlun. Bunların ittika söykənəcəyi, təvəkkül elədiyi və özünə vəkil seçəcəyi də, təvəkkül, vəkil Azərbaycanda işlənilən söz, həmin bir sözdür. Yəni, bunlar Allah'ı özünə vəkil seçirlər. Ondan sonra buyurur ki, Əlləzinə yuqulunməz salat. Bu təbid ki, müminin ən gözəl sifətlərindən biri budur ki, bunlar namaz qılarlar. Ay, mənim ürəyim təmizliyi yox, ürəyim təmizliyi gərək üzə də vura, əməllərə də vura. Mənim ürəyimin təmizliyi mənim əməllərimə vurmasa bu necə təmizliyidir ki? Odur ki, buyurur ki, bunlar namazı bərpa ilə demədi, namaz qılarlar. Namazı bərpa edirlər, yəni namaza aid olan bütün hökmləri yerinə yetirərlər. O danışsın nədir? Böyük alimlər cirit-cirit kitablar yazıblar namazın faydaları ya namazın bizə qoyduğu əsərlər barəsində. Və mübarəcəknəhum yunfiqun. Bunlara Allah buyurur ki, bunlara verdiyim ruzilərdən bunlar da Allah yolunda infak edərlər. Ulaika, bu şəxslər, nə gözəl söz deyir Allah. Ulaika, bu şəxslər humul mu'minuna haqqan. Doğrudan da bunlar mümindirlər.
Burada 5 tane sifat okudum. Bunlar buyuruyor ki nədir? Doğrudan da mümindiler. Başka bir ayədə Tövbə surəsinin 112. ayəsində nə buyurur? Ət-taibun. Müminlərin sıfatlarının biri budur ki, onlar tövbə edirlər. Elədiyi günahlardan tövbə edirlər. Hətta tövbənin özü də insan düşüncəsindən asılıdır. Mesela ahlak alimləri deyir, Peyğəmbərin məqamı ondan da yuxarıdır. Sadəcə biz özümüz üçün şey eləyirik də, bəhs eləyirik, özümüz üçün bir nöqtələr deyirik ki, aramış tapaq. Yoxsa bizim məsələn, biz elə bilirsiniz ki, imamları itirməklə elə tək xilafəti itirmişik. Yox, biz imamları itirməklə İslam marifçiliyin ən yüksək nöqtələrini itirmişik. Bugün çox mətləblər var ki, İslam dəyərləri bizim üçün nədir? Tam yerinə düşmür. Niyə əlimiz Əhl-i Beyt Aleyhisselamdan kəsilib? Ət-taibun. Məsələn, Peyğəmbər də istiğfar eləyərdi. Peyğəmbərin istiğfarının cürbəcür mənaları var. Bir mənası da var ki, Peyğəmbər bunu hətta çörək yemək halın ki, orada zikr eləyənlərdi deməyib istiğfar eləyirdi. Bir hal ki, məsələn, nədir? Orada çörək yeməlisən. Orada çörək yeməlisən. Amma həmin halətdə Allahla sana, amma zikirdən nədir qalırsan? Əl-abidun. Möminlər abidlərdirlər. Abid yəni ibadət eləyən. Allaha bəndəçilik eləyən. İbadətin formaları da bizim üçün bəllidir. Namazdır, orucdur, xumsdur, zəkatdır, həzdir, cihaddır, əmr-i mərufdur, nəhiz münkardır. Bunlar hamısı nədir? İbadətdir. Əl-hamidun. Möminlər həmişə şükür eləyəndir. Dilləri şükürlə. Ben sizə deyim, Allahla şeytanın diyalogu var Kur'an-ı Kerim'də. Çox maraqlı şeylərdən biridir ki, güya Allah lənət eləsin, şeytan Allaha acıq verir, güya. Surə təqribən yadımda da Əraf surəsindədir. Güya şeytan Allaha acıq verir, deməli qoymayacam bu cəmaat sana şükürləsin. Görün şükür eləməmək nə qədər pis şeydir. Şeytan eyni ayət, ya deyir, mən qoymayacam. Bu cəmaat Allaha deyir, sənə şükürləsin. Allah da deyir, möminlər kimdə əl-hamidir, bunlar şükür eləyərlər. Hər halına nədir? Şükür eləyərlər. Əs-saihun, səyahat eləyənlər. Quran da burada siriflər, gəzin, bir dolanın. Hətta bəzi əxlaq alimləri fiqhi də olmasa, əxlaq cəhətdən səyahəti vacib bilirlər. Demək ki, özünüz gəzin, arada ailənizi əlindən tutun, gedin o kəsilməli yerlərə. Yəni, haram olmayan yerlərə nədir? Arada ailənizdən gedin ki, beyniniz istirahat eləsin, ki, gözəl ibadət eləyə bilərsiniz. Ər-rakiun, rükû halındadılar. Möminlərin bir sıfatları nədir? Rükû halında olarlar. Yəni, rükûnu biraz uzun eləyərlər. Düz cəmiyyət namazı müstəhəb biraz sevib qarasan, amma gecə namazı qılanda, başqa hacət namazları qılanda rükûda biraz çox qararlar. Əs-sacidun, səcdədə qalarlar. Səcdələri uzun olar. Əl-amiruna bil-məruf. İnsanları yaxşılığa dəvət edirlər. Və nahun əl-münkər. Pis işlərdən insanları çəkindirərlər və hafizunəl hududillah və Allahın qoyduğu hədləri, mesela Allah qadağan deyib ki, Quran-ı Kərimdə birbaşa nədir? Qeybət eləmə. O, hər şeydən əlavə qeybət eşidəndə deyər, burada Allahın xətti keçilir. Allahın qırmızı xətti keçilir. Və yaxud Allah təbarək və təala Quran-ı Kərimdə deyib ki, kiməsə böhtan demə. Quran-ı Kərimdə deyib ki, yetimin malını əlindən alma. Birdən, məsələn, bu hallar ona şamil olanda, bu özünə gələr ki, bu Allahın qırmızı xəttidir. Çünki, məsələn, Allahın qırmızı xəttidir, Allah Quran-ı Kərimdə buyurur ki, vəla tusrif, israf eləmə. Möminlərin isfətudur, hafizun ali hududullah. Allahın qoyduğu xəttir, hudud xətti, hədd. Onları keçməzlər, vəla şirin müminin, möminlərə nədir? Muştuluq verginən. Biraz da özümüz haqqında deyək, Allah buyurur ki, qəd əfləhəl müminun, möminlər nicat tapdılar. Yəni, bunlar da dəqiqdir və qəd ərəb dilində deyərlər, mazi feili, keçmiş feilin başına gələndə 100% nəticədir. Burada zərrə qədər də şək yoxdur. Burada zərrə qədər də şək yoxdur. Bunun həqiqi möminlər, doğruluq tapanlar, nicat tapanlar, həqiqətə çatan möminlər olardı ki, Əlləzinə hum fi salatihim xaşun. Onlar nədir? Namazlarında xəşyətləri var. Hala bəzi alimlər buyurur ki, zahirən bu aya gələndə heç namaz vacib olmamışdı. Salatdan məqsəd duadır, xəşyətdən də məqsəd təzərrü. Yəni, sınıq qəlblə Allahı çağırırlar. Çünki Quran-ı Kərimdə duaya da çox yer verilir. Amma vəlləzinə hum hənillər bu mövruzu. Vay bugünkü halımıza mənli qarşı. Möminlərin bir sifəti odur ki, onlar bihudə işdən
uzaq olarlar. Məsələn, nə qədər telefonda gəzirik, vaxtımızı keçirdək. Girdik də kanala, buna bax, ona bax, ona bax. O mömin qardaşlarım bir dəfə özləri dedilər, elə yaxşı söz dedilər, ha, mənalı bir söz dedilər. Dedilər, o qədər məsələn bu TikTokda zatda ona buna bir şey baxırıq, Quran gələndə tez çeviririk. Başqalarına baxırıq. Əyləncə şeylərə baxırıq, Quran gələn kimi tez çeviririk ki, halımız qalmıyor Quran baxmağa. Bu həqiqət də belədir ya. İnşallah sizə o cür döyürsünüz. Amma bihudə şey, mömin bihudəsindən uzaqdır. Mömin gedər çay içməyə, amma onu istirahət düşünər. Bir mömin qardaşını da götürür, deyir, gecə oturaq təbiətin boyunda bir çay içək, bir istirahət ilə də nəinki orada birin qoyar ortaya, onun qabırğasına yetdi arxadan, dönəmindən üzü bir yana başlar qeybət eləmə. Yox, bu cür yox. Bihudə işlər mömindən uzaqdır. Nə qədər sosial şəbəkələrdə boş-boş vaxtlarımızı keçirdik? Nə qədər məsələn əyləncə mərkəzlərində boş-boş vaxtlarımızı keçirdik? Bunlar nədir? Mömindən uzaq şeylərdir. Odur ki, Allah Təala buyurur ki, pəs möminlər bihudə işlərdən uzaqdırlar. Allah and verər bu söylədiyimiz sifətlərin yaxşıları halımıza şamil eləsin. Pisləri çəkər bizdə var, Allah eləməsin, onları bizdən uzaq eləsin. Allah bizi öz əzəməti xatirinə, öz Allahla xatirinə qiyamətdə möminlərdən qərar versin. Dünya və axirət bizim abrımızı Allah hifz eləsin. Allah'ın verək əzəmətinə, böyüklüyünə heç kimə bizim əlimizlə ziyan yetirməsin. Bizə və sizə ziyan yetirməyi Allah təbarək və təala yetirənlərdə hidayət eləsin. Şəhid və şəhid valideynlərin dəriq rəhmət eləsin. Qazilərimizə, ağır xəstələrimizə, xüsusən xəstəlik xəstələri ki, tez-tez zəng edirlər həqiqətən də Allah onların hamısına şəfa versin. Allah'ın verək əskər və zabitlərimiz ki, səngərlərdə bizi qoruyurlar. Onları İmam Zaman panahında hifz eləsin. O dualar ki, xeyrimizdir, yadımıza da düşmür. Onları Allah bizim baramızda rəva bilsin. Usikum ibadallah və nəfsimi təqvallah və nəzmi əmrukum. İnşallah həm özümü, həm sizi dəvət verirəm ilahi təqvaya və işlərinizdə nəzm nizamımız olsun. İnşallah 2 dənə rivayət oxuyacaq məhzərdə, çox da tozih verməyəcəm. Belə qoy o rivayətin öz sözləri sizin zehninizdə qalsın və təbir üçün imamların və peyğəmbərlərin sözü olduğu üçün onların daha çox təsiri olar. Nəinki mən öz sözlərimi sizə deyim. Ən Muhammed ibn Müslim, ən Əbi Cəfər ibn Muhammed ibn Aliyyinil Baqir. Muhammed Müslümin oğlu nəql edir Cəfər Sadiq aleyhissalam ki, Muhammed Baqir'in oğludur. Ən əbihi, o da atasından, yəni Muhammed Baqir salamullah aleyh də atasından nəql edir. Ən Ali ibn Hüseyin, o da Hüseynin oğlu Əlidir, yəni İmam Hüseyin labidir. Və ən əbihi, Hüseyin ibn Əli, o da öz atasından, yəni İmam Zeyn Labidin də öz atasından nəql edir. Kimdən? İmam Hüseyin aleyhissalamdan. Ən əbihi, İmam Hüseyin salamullah aleyh, öz atasından nəql edir. Əmir-i-Müminin aleyhissalam, Həzrəti Əlidən. Annahu qal ki, Həzrət Əl-İslam dedi. İnnəllaha təbarəkə və təala əxfa ərbəətən fi ərbə. Allah 4 şeyi gizlətdi. 4 şeyi gizlətdi 4 şeyin içində və gizlətməyinin də hikməti var. Onun birincisi bu ki, əxfa rizahu fi taati. Allah öz razılığın itaətin içərisində gizlətdi. Ona tabi olmağın içərisində. Fəla təstəxdirənnə şəyən min taati. Gizlətdi demədi, mənim məsələm bundan nədir, daha çox xoşum gəlir. Ümumi şəkildə Allah təbarək və təala ən çox xoşladığım ibadətlərin içərisində, itaətlərin içərisində gizlətdi. Niyə? Ta biz o birisi ibadət və itaətləri yüngül sayıyaq. Gizlətdi, ta biz bilək, ola bilər Allahın razılığı bir ibadətləri, itaətlədir. Biz onu keçək, ona görə gizlətdi ki, hamısını yerdə yetirək. Ona görə hətta o ki, məsələn, müstəhəbbatdır, onlara da fikir verir. Xüsusən də bəzi şeylər var, bax, mənim əzlərim. Bunu yazıda saxlayın. İçərinizdə hamımız o cürsüz, ha? Amma mən biraz zəifəm. Bir şeyi yazıda saxlayın. Ən azı o 51 rəkat namaz deyir, onu bir dəfə qılın. Gün azında bizim müstəhəbi namazımız var da, günorta zöhrün öz nafiləsi var, sübün öz nafiləsi var. Məsələn, günorta zöhrün 8 rəkat nafiləti var, gəlin qılasan, sonra zöhrü qılasan. Zöhrdən qabaqdır, əsrin 8. Bir dəfə qılın, heç olmasa deyin ki, mən bir tobi namaz qıldım. Bir tobi ki, Peyğəmbər demişdi, Peyğəmbərin sünnəsi. Bunun 17 rəkatı vacib idi, 34 rəkatı müstəhəbi, bunu bir dəfə qıldım. Gecə namazını da qoş ona qıl. Yəni, heç həmişə də qılmaz, o bir dəfə qılın.
ki o deyir Allah'ın o hansı ibadətdən daha çox xoşu gəlir, o əməl eləyəsiz ona. Xüsusən də məsələn gecə namazı barəsindəki Quranda bizim ayəmiz gəlir. Səcdə surəsinin səhv eləməsəm 16-cı ayəsində ola bir rəqəmdə səhv eləməsə Səcdə surəsində. İkinci budur və əxfa səxətəhu fil məsiyyəti. Allah qəzəbin bütün günahların içərisində gizlətdi. Niyə? Tabii bütün günahlardan qorumaq. Da nəinki ki, bunu eləyim, bunu eləməyim, yox. Bütün günahlardan nədir? Olanlar bizim kiçik saydığımız bir şey Allahın yanında nədir? Böyüdür. Ona görə bütün günahlardan çəkdi. Hətta evdə, məsələn, o kiçik şeylər var ha, günahlar. Məsələn, Zəkəriyya adlı bir şəxs olub, ləqəbi künyəsiz ad yadımdadır, amma böyük və əxlaq alimindən eşitmişəm, dilədir. Zəkəriyya adlı bir şəxs olub, qumda yaşayıb, amma İmam Rızanın nümayəndəsi olub. İmam Rıza salamların nümayəndəsi olub. İmam Rıza salamları bir gün yuxudan döndü, belə rivayəti belə eşitmişəm. Bir dəfə də zahirən haradasa da oxumuşam, rast gəlin mənə. İmam Rıza salamları səhər yuxudan duranda, görüb bu Zəkəriyya möşətdə. Deyib, sən burada necəsən? Axsan, qumda mənim nümayəndəsi. Dedən, mən qumda yaşamayacam. Niyə deyə səhər evdən çıxanda gördüm bir nəfər qoyunu avladır. Orada ki, yalan danışırlar, mən qalmaram. Aha, otu tutub belə dalıca qoyun qasır, vermir qoyuna. Allahdır da, bəzən toyuğu çağırarlar, dan verməli. Bu, insanın yalanı, buna təəccüb gəlir ki, insan necə yalan danışır. Həqiqətən, Quranda da belə mövzu var, ha. Cinlər ilk dəfə ayə eşidəndə, Quran ayəsini. Gəldilər bir-birinə dedilər ki, Quran ayəsi eşitdik, bu insanlar bizə deyirdi da Peyğəmbər gəlməyəcək. Bu Cin surəsinin əvvəlini oxuyur. Mən çox xoşladığım ayədən biridir. Cinlər bir də bu insan niyə yalan danışır, deyir da Peyğəmbər gəlməyəcək. Biz Quranı eşitdik bu gün. Yəni, nəyin üstündən bunu misallarım? Kiçik bir-birimizə dediyimiz günahlar var, yalanlar var, ha. Amma bir-biri bəlkə də onların nədir, nə boyda bizim üstümüzdə əsəri var. Üçüncü buyurur ki, və əxfa icabətuhu fi duai. Allah duanın vacib olmaqlığı, qəbul olmalı bütün duaların içərisində gizlədir. Ki, siz hər şeyi Allahdan istəyərsiniz da, o nədir? Bir şey yox. Hər bir şey nədir? Allahdan istəyərsiniz. Allah gizlətdi ki, dua eləyəndə çox eləyəsiniz. Xüsusən, tövsiyə olunur ki, dua eləyəndə başqalarının da nədir? Çox dua etsin. Mən bugün elə özüm üçün rivayət oxudum. Zahirən imamların biri buyurur ki, ən yaxşı dost odur ki, sən olmayanda sən dua edir. Sən yanında yox. Sən olmayanda nədir? Səni dua edir. Dördüncüsü buyurur və əxfa vəliyyuhu fi ibadih. Allah ən sevdiyi bir insanları öz bəndələrin arasından gizlədib ki, siz hamınız bir-birinizə hörmət eləyəsiniz. Təşbihin məsələn, bu Allahın ən yaxşı dostudur, buna yox. Tək nədir? Birin nədir? Gizlədib hamısının arasında təşbihinə yox. Hamımız bir-birinə nədir? Ehtiram eləyəsiniz. Mən bu dastanı demişəm, ancaq bir də təkrarən deyib. Allah dostlarından var deyir. Ariflərin biri namaz qılırdı. Bir nəfər də səfərə gedirdi, gəldi, girdi namaza, gəldi. Avamdı biraz, gəldi, durdu düz şeyin dalında, arkasında. Namazın. Namazın ortasında namazı sındırdı. Biraz özü için turşdan zatdan var idi. Açdı, başladı, şaqqıldadı yeməyə. Namaz kılarından sonra cəmaat tökülürsən, sən heç yeri bilmirsən, bu birinci cərgə alimlərin yeri gəlib girib durursan, burada namazı da sındırır. Dedilər, sizin xəbəriniz yoxdur, mən gördüm piş namaz qulaq alır verilir. Onu görə namazını sındırdım, özüm qıldım. Piş namaz durdu, dedi, bununla işiniz yoxdur, bu arifdir, düz deyir, mən namazda qulaq al verilirdim. Qocalmışam, özü dedi, qocalmışam, evdən gələndə gördüm, yeriyə bilmirəm. Dedim, mənə bir dənə ulaq lazımdır. Özümə ulaq alım. Deyir, bütün namaz elə fikrim bunda oldu ki, bu ulağı ağ alım, qara alım, erkək alım, dişi alım. İndi bəhsim nə idi? Görürsən, o kişi nədir? Arifdir də. Eyni vaxtında sən kim görər ki, biraz tutsat götürüb gedir öz işini görməyə. Çölünə baxarsan nədir? Adi bir adamdır. Odur ki, Allah buyurur ki, mən dostumu möminlər arasında, müsəlman arasında gizlətdim ki, yəni siz hamımız bir-birinizə nədir ehtiram və rivayət ikincisini də qeyd eləmişdim və sizi yormaq istəmirəm, kifayət eləyər məncə. Allah hamd verək sizi və bizi dünya və axirət rüsvayçılığından qutarsın. Allah hamd verək qəbirdən qalxanda nami əməlimizi sağ əlimizə qərar versin. Bizi insan